Gələcəyimiz Rəcəb ayından asılıdır. Çünki Rəcəb ayı Ramazan ayına təsir edir. Şaban ayı, Rəcəb, Şaban, sonra mübarək Ramazan ayı. Rəcəb ayından çox şey asılıdır necə keçirməyimizdən. Qiyamət günün neçə müraciəti var. Biri də budur ki, Eynər Rəcəbiyyun, hanı Rəcəb ayının əhli? Çıxın cəmaatın içindən, gedin cənnətə. Rəcəb ayının öz əhli var. Əhli var. Onu gözləyənlər, onu sevənlər, o ayda başqa cür ibadət edənlər, o ayda oruç tutanlar, Allaha yaxınlaşanlar, bir gün kim bu ayda oruç tutsa, deyir Allah ondan razı olar, Allahın qəzəbi sönər, cəhənnəm qapılarından biri onun üzünə bağlanar və deyir, bütün dünyanı qızıla tutub insana versələr, bu ayın bir gününün orucu oyla heç müqayisə olunmaz. Dünya heç nə, yəni heç müqayisə olunacaq bir şey deyil. Yaxşı olar ki, Rəcəb ayının birinci günü oruç tutsun, kimin imkanı varsa, özə düşür birinci gününə həftənin. Onun ayrıca da bir savabı var. 27-ci gün inşallah yaxınlaşanda deyərəm məbəs günüdür. Orucun ən xüsusi günlərindən biri Rəcəb ayının 27-ci günüdür. Bu ayda Allaha yaxınlaşaq, istiğfar çox eləyək. Bu ayın zikri çox sadədir. Əstəğfirullaha və əsəluhut tavbə. Əstəğfirullaha və əsəluhut tavbə. Mən indi bunu deyirəm ki, baxanlar da yaza bilərlər. Sonra təzdən qulaq asıb yaza bilərsiniz. Kitablarda da var, şükür Allah, indi hər yerdə yazılır.